Hamıya salam. Bugün artıq yeni bir seriyaya başlayırıq. Yanımda Nəzrin var. Birinci, ikinci, üçüncü və dördüncü qrup abituriyentlərinin, yəni keçmiş məzunların öz universitet imtahanlarına necə hazırlaşdıqları ilə bağlı video seriyasına başladıq. Bugün birinci qruplarla bağlı videonu Nəzrindən birlikdə çəkəcəyik. Zəhmət olmasa Nəzrin. Hər kəsə salam, mən Nəzrin. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kimya mühəndisliyi oxuyuram. Hal-hazırda özüm də onlayn kimya tədris edirəm abituriyentlərə və 7-ci, 8-ci, 9-cu siniflərə. Bu videoya məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Mənə bu yolda çox dəstək olub. Buyurun, suallarınızı alın. Videonu müxtəlif bölmələr şəklində bölmüşük və sualları Nəzrinə o şəkildə verəcəyik. Nəzrin, dedin ki, kimya mühəndisliyində təhsil alırsan. Neçə balla daxil olmusan bura? 417 balla daxil olmuşam. Mənə bu balı yığmaqda ən çox demək olar. İkisindən də eyni bal yığmışam. Amma buraxılışda yığdığım bal mənə motivasiya verib. 208 bal yığmışam. İkinci blok imtahanında balımı artıraraq 208 bal eləmişəm və 208 %40 bir rəqəm toplayıb 417 bal toplanmışdı. Əla. Bəs abituriyent hazırlıqlarına neçənci sinifdən başlamışdın? Yəni 10-cu sinifdə hazırlaşırdın yoxsa? Mənim abituriyent hazırlığım biraz kəşməkeşli olub. Mən birinci, üçüncü qrupa hazırlaşırdım. Sonra U dönüş elədim. Deməli başladım. Keçdim birinci qrupa. O da valideynlərim sayəsində oldu. Yaxşı ki, mənə tövsiyə ediblər ki, mən birinci qrupa keçim. Və 1 il 6 ay ərzində mən birinci qrupa hazırlaşmağa başlamışam. 10-cu sinifdə hardasa dekabr ayı falan idi. Düzdür, kimyadan nifrət edirdim o vaxtı. Amma sonra müəllimələrim sayəsində həqiqətən də çox qabağa getdim. Mən kimya üzrə mənim həyatıma çevrildi. Hal-hazırda da özüm kimyanı tədris edirəm. O qədər sevirəm də, yəni. O zaman 10-cu sinifdən hazırlıqlara getməyə başlamısan, ya özün hazırlaşmısan? Bəli, yəni hazırlıqlar sayəsində başlamışam. Aha. Bəs planlamanı özün eləyirdin, yoxsa müəllimlər sənə kömək Planlamanı hər zaman özüm eləyirdim. Heç bir zaman, yəni digərlərinin qurduğu planlar məni qane eləmirdi. Başa düşdün? Ona görə özüm həftəlik planlar qurmağa çalışırdım. Çünki uzun müddətli plan quranda nə isə yolunda getmirdi. Yəni ola bilirdi ani bir iş çıxa bilirdi. Ona görə həftəlik planlar qururdum. Bu sual mənim özümə də maraqlıdır. Motivasiyanı necə qoruyurdun? Yəni bəzən olur da deyir ki, psixoloqda oxumaq istəmirəm. Nə edirdin onda ki, başlaya bilirdin? Əslində belə deyim, mənim ətrafımdaşlar məni çox pozitiv bir kimi tanıyır. Yəni heç vaxt beynimdə negativ düşüncəm heç vaxt olmayıb, heç kimə qarşı ya da hər hansı bir hadisəyə qarşı və imtahanlara qarşı. Və mən əmin idim ki, təsəvvür edin, 3-cü qrupa, 1-ci qrupa getmişəm. Yəni sıfırdan tanış oluram fənlərlə və yenə də əmin idim ki, mən istədiyim bir qəbul olacağam bundan belə. Düzdür, bezdiyim vaxtlar olub, o da mənə buraxılış imtahanından sonra oldu. Hazırlıqlara o 3 ay ərzində güclənmişdim, demək olar ki. Və birinci blok imtahanından həyəcanımı idarə edə bilmədim. Ona görə mən kimyadan təsəvvür edin, hamısını düz yazacağım təqdirdə 18-dən düzüm qaldı. Amma evə gəldim, siz yenə də balım elə idi ki, istədiyim ixtisasa düşə bilirəm. Və qərar verdim ki, mən hazırlıqlara getmirəm. Mən bir ay var, 2-ci cəhdə və hazırlaşmıram, kitabların üzünü açmayacağam və başlayacağım ancaq gəzməyə gedəcəm. Elə də oldu, yəni düzdür, valideynlərim nə qədər desə ki, otur, məşğul ol. Mən sözlərinə qulaq asmadım, çünki həqiqətən bezmişdim, yəni. İkinci cəhd blok imtahanından bir gün əvvəl mənim kimya müəlliməm, sevimli Humay müəlliməm məni çağırdı yanına ki, Nəzrin, gəl elə belə söhbət eləyəcəyik. Mən də getdim hazırlığa, səhər saat 8-dir. Müəllim mənə döndü, axırda dedi ki, Nəzrin, səndən hamısını düz gözləyirəm, yəni hamısını düz yazacaqsan. Dedim, mən inşallah yol olar. Mən bir ay ərzində heç bir şey oxumamışam və unutma potensialım daha böyükdür də. Və imtahana gedəndə ikinci blok imtahanında öz komfort zonamı yaratdım xəyalımda. Yəni o masanı, oturduğum stolu, yəni elə bir otağımdakı masaymış kimi təsəvvür elədim. Və sıfır həyəcan, məndə sıfır stres vardı. Yəni bu rahatlıqda sizə bu dəqiqə izah edə bilmərəm. Həqiqətən çox rahat idim. Və imtahandan çıxanda tez müəlliməyə şəkil çəkib göndərdim ki, mən test yoxlayım və müəllim mənə anında geri dönüşədi, hamısı düzdür. Yəni burada mən bir şey öyrənmişdim ki, imtahanda mən stresimi yönətməliyəm, idarə eləməliyəm və sizə də tövsiyə edirəm ki, yəni imtahanda o stresi idarə eləməyə çalışın. Təsəvvür edin ki, o imtahan otağı sizin öz otağınızdır. Yəni elə rahatca sınaq yazırsınız sadəcə və bu düşüncə mənə çox yaxşı təsir edir. Çox əla taktikadır doğrudan da. Mən də istifadə edəcəm öz imtahanlarımda. Hazırlığa 10-cu sinifdə başlamısan. Bəs o vaxtlar gündə daha az vaxt ayırırdın, sonra ümumiyyətlə gündə nə qədər vaxt ayırırdın? 10-cu sinifdə daha çox vaxt ayırırdım. Çünki fənlərlə tanış olurdum. Yəni bu çox normal olaraq, yəni daha çox, yəni maksimum 5 saat bəlkə də, 5 saatdan az da ola bilər.
Çünki mən vaxt ayırmağı sevirəm hobbilərimə, dostlarıma, yəni özüm gəzməyi çox sevdiyim üçün, yəni həftəlik planımı da o şəkildə qururdum. Yəni hər şeyə vaxt ayırmaq. Bunu da deyim ki, düzgün plan qursanız və gündə 4 saat, çox yox, 3 saat ya da belə ayırsanız özünüzə, bu sizə hobbi bəsdir. Sən kimyanı çox qəşəng yazmısan da. Hə. Bəs orada dərsləri ümumiyyətlə əzbərləyərək oxuyurdun, yoxsa başa düşürdün ki, budur vəsiya? Başa düşürdüm. Həqiqətən başa düşürdüm. Əzbərlə alındı. Əzbərlə alındı. Mən ümumiyyətlə əzbərlə aram yox idi. Nə alından da 2-ci qrupu seçmişəm var bilmirəm. Bəzi şeylər düzdür. İstər-istəməz hər bir fəndə var, əzbər şeylər var. Onu əzbərlənməlidir, yadda saxlanmalıdır, istisnalar, qaydalar. Amma orada da məsəl üçün yadda saxlamaq üçün bəzi üsullar uydururdum özümdən. Elə yadımda saxlayırdım. Məsəl üçün nəsə ad qoyurdum reaksiyaya, yadda qalması üçün falan. Və avokado edəndə avokado deyirdim. Yəni bu şəkildə yadımda qalırdı. Çıxmırdı heç cürəmdən. İndi o şagirdlərimi ona ötürürəm ki, belə yadda saxlayın, daha rahat olacaq. Ya da atalar sözü uydururdum. Nəzmin bu arada enerjisinə görə bilirsiniz ki, müəllimimiz olsa. Bəs sənin həftənin hansısa bir günü var idi ki, bu gün dərs oxumayacağam, tam istirahət günümdür bu gün. Yoxsa belə qalanda hər gün dərs oxuyurdum, amma həftə sonları 6 bazar minimum dərəcədə dərs oxuyurdum. Yəni həm gecə oyanırdım məsəl üçün yuxudan, həm də ki çox az oxuyurdum da, yəni istirahət etmək istirdim, daha çox filmlərə baxmaq istirdim və çalışırdım ki, 6 bazar müəllim mənə kursa çağırmasın, yəni maksimum dərəcədə öz istirahətimi. Əsas məsələ və abituriyentlərin ən çox məndən soruşduğu sualdır ki, sosial media istifadəsini məhdudlaşdırdın ya bağlamışdın səhifələri ya da... Mənim ümumiyyətlə 11-ci sinif bitirənə qədər sosial mediam olub. Yəni, nə telefonum olub, nə də Instagram, TikTok. TikToklar var idi, yayda yükləyirdim, sonra silirdim. Bu şəkildə istifadə edirdim. Amma orada da aktiv deyildim. Anonim bir hesab idi, yəni o şəkildə girirdim. Mənim sadəcə planşetim var idi və o planşet vasitəsilə yəni dərslərimi baxırdım, ya da kompüterdə dərslərimə baxırdım belə, amma buradan hər kəsə tövsiyə edirəm ki, sosial şəbəkəni həqiqətən kənara qoyun. Çünki mən birinci kursa başlayan kimi blog səhifəsi açdım. Hər şeydə aktiv oldum və hiss elədim ki, onlar bağımlılıqdır. Yəni insanı özünə cəlb edir. Yəni rəngarəngdir hər şey. Mən özümə bağlamışdım və çox effektivli görmüşdüm. Belə götürsəydin, gündə neçə test işləyirdin hər fənnin üzrə? Elə vaxt olurdu, məsəl üçün kreativdən götürüm loqaritma mövzusu çox geniş mövzudur. Məsəl üçün onun testi də çoxdur və bir dəfə bir günə məsəl üçün 200 testi mən bitirməli idim o loqaritmadan. Hətta indi dəftərlərim qalıb, düzdür, gətirməmişəm. O dəftərlərə baxanda, yəni mən bir loqaritma mövzusuna o bir dəftərə ayırdığım olur da, yəni 60 vərəqli dəftərə ayırdığım olur. Düzdür. Bəli, yazırdım. Yəni nə qədər riyaziyyat sevməsəm də öyrənmək üçün yəni çalışırdım da. Amma məsəl üçün kimya çox rahat gəldiyi üçün mən bütün tapşırığı 1 saata bitirirdim. Fizika da daha rahat gəldiyi üçün onunla 1 saat bitirdim. Amma ən çox, günümün ən çox vaxtını mənim riyaziyyat alırdı. Bəs gündə təxmini nə qədər test işləyirdin deyə? Belə hər fəndən ayırırdım hər gün vaxtını. 100 test. Yəni 100-dən bəli, amma belə 100-dən çox belə abartı yox. Çünki ilk 100 test həm asan olur həm də. Həm də ki daha tez qurtarırdım. Amma 100-dən 200-ə keçəndə ya da 200-dən 300-ə olan testləri biraz daha çox necə deyim, vaxt sərf edirdim. Səhvləri necə analiz edirdin? Müəllimlərlə yoxsa özün belə baxıb nəsə eləyə bilirdin? Birinci məsəl üçün səhvlərimə gedib məşğələdə öyrəndiyim üçün birinci müəllim izah edirdi. Amma artıq təkrara qaydanda yenə də məsəl üçün görürəm ki, nəsə oturmayıb beynimə. Açırdım YouTube-da həmin fənnin dərslərinə baxmağa başlayırdım. Bu bəzi şagirdlərə belə aldatmaca kimi gedə bilər ki, müəlliməni aldadırsan da sən burada YouTube-dan öyrənirsən nəyisə. Amma məncə yox. Mən məsəl üçün riyaziyyatdan çox, yəni indi də yadımda qalan biliklərin hamısını YouTube-dan öyrənmişəm də. Yəni YouTube mənə çox kömək edir. YouTube dərsləri Nicat müəllim var idi. Nicat müəllim mənə öyrətmişdi. Yəni həqiqətən belə necə deyim, o günlər üçün darıxıram. Çox doğma gəldi. Mən doğma öyrəndim. Bir də mənim müəllimim də var idi, onun haqqında deyirəm. Dedin təkrar eləyirdik. Təkrarı necə eləyirsiniz? Yəni mövzuların hamısı bitirdi təzədən təkrara, yoxsa paralel?
Bəzən arada müəllim məsəl üçün deyirdi ki, gələn həftə sizi ümumi keçdiyimiz mövzulardan sınaq eləyəcəm ya da sual-cavab eləyəcəm. Hə, bunda təkrar eləyirdim. Amma belə məsəl üçün mənim zəif qavradığım mövzular varsa, özüm öz üzərimdə işləyirdim. Yəni təkrar qayıdırdım onların üzərinə. Məsəl üçün riyaziyyatda funksiya mövzusu mənim həmişə yaralı yerim olub. Funksiyanı heç vaxt başa düşə bilməmişəm. Özüm arada öz üzərimdə işləyirdim ki, bu mövzunu başa düşüm. Yəni heç olmasa ən sadə hissələri belə başa düşüm ki, heç olmasa imtahan şeirində yaza bilir. Amma məsəl üçün kimyada biz belə elədik. Bütün mövzuların hamısını keçdik, qurtardıq. Artıq bizim 5-6 ayımız qalmışdı. Tam təkrar hamısı. Gördüm ki, belə daha effektivdir. Yoxsa hissə təkrar qayıtmaq biraz adamı yorur, həm də gecikdirir deyə düşünürəm. İstifadə elədiyin materiallardan toplular, müəllimlər, YouTube videoları ən faydalı hansı səncə resurs olar? Ən faydalı təbii ki, topludur. Çünki topluda gördüyümüz testlər, yəni ona oxşar testlər bizim blok imtahanımıza düşür. Və müəllimələrin mənə verdiyi hər ildə imtahan olur. Hər il dövlət imtahanının sualları, yəni sınaq şəklində bizə seçib verirdilər. Mənə onlar daha çox kömək elədi. Çünki demək olar ki, hər il oxşar mövzular, oxşar testlər düşürlər. Və mən beynimdə imtahan suallarını təxmin edirdim ki, bu düşəcək. Bu arada biz də qəbul proqramında o şəkildə təkrarları eləyirik. Köhnə qəbulları işləmək sizin üçün çox effektiv olacaq. Çünki hardasa eyni şeylər düşür demək olar. Sadəcə ümumi dəyişikliklər olur. Bir də ki, bizim abituriyentlərin elə mənim özümün də əsas məsələsi o idi ki, dekabr, yanvardan sonra bilmirsən, buraxılış fənlərinə fokuslanırsan, yoxsa bloka. Sən o periodu necə idarə elədin? Mən belə elədim əslində. Fevral ayında kimya və fizika hazırlıqlarını dayandırdım. Çünki onlardan əmin idim onsuz da, yəni yaxşı yazacağımı. Həm də biz təkrar qayıdırıq. Həm dedim ki, onsuz da çatacağım da. Riyaziyyat isə təbii olaraq mənim həm buraxılış fənnim idi, həm də blok fənnim idi. Düzdür, tövsiyə eləmirəm kimya və fizikanı dayandırmalı hər kəsə. Çünki niyə? Onsuz da ona ayıracağın vaxtda sən evdə istirahət edirsən. Yəni ona da vaxt ayıra bilərsiniz. O hazırlıqdan çıxanda elə bilirsiniz ki, vaxtınız boldur, kifayət yox. Amma yox, yəni elə bir şey olmur. Siz daha da arxayın olursunuz. Yəni o necə deyim, buraxılış imtahanlarına o qədər də güclü hazırlaşmır. Buraxılış imtahanında səncə problem nə idi ki, sən az bal yığdın gözlədiyindən? Yəni yenə orada dediyin stres faktorlardır, yoxsa? Yox, stres faktoru çox olmayıb, buraxılış imtahanında yaxşı yazmışdım. Ola bilər ki, məsələn, readingin cavablarını ingilis dilində daha geniş dolğun yazmamışam, bəlkə ya da Azərbaycan dilində daha dolğun ifadə eləməmişəm. Mənim anam Azərbaycan müəlliməsidir, o məni hazırlaşdırmışdı. Bir də imtahanlardan bir gün əvvəl həm blok, həm buraxılış o dilləri bir gün boş saxladın, yoxsa dərs oxudun? Boş saxladım. Səhər bəlkə durdum şeylərim, qayda kitablarını vərəqlədim. İmtahan səhəri yox, bir gün qabağın səhəri. Amma günortadan sonra heç nə eləmədim. Yəni çıxdım, dostlarımla görüşdüm, yəni gəzdim. Ümumiyyətlə bu prosesdə səncə ən böyük dərs sənin üçün nə oldu? Ümumiyyətlə də bütün həyatıma yansıyan bir şey olsun. Ən böyük dərsim stressini idarə etmək. Yəni bu mənim imtahandan çıxanda aydınlanma yaşadım ki, yəni həqiqətən stressimi idarə etmək mənə çox kömək oldu. İkinci dərsim odur ki, 7-ci, 8-ci, 9-cu sinifdə biz həmin fənləri, yəni hazırlaşacağımız qrupu seçək və həmin fənləri daha yaxşı öyrənək, dərsdə öyrənək də, yəni. Məsəl üçün biz çox vaxt öyrənmirik, deyirik ki, lazım deyil, müəlliməyə də qulaq asmırıq. KSQ qiymətlərimiz də bir təhər yazılırdı. Fərqinə varmırıq ki, biz gələcəkdə həmin fənnin imtahanını öyrənəcəyik. Amma vaxtında öyrənsəydik, mən daha dara düşməliydim. 1 il 6 aya yığacağım nəticədən daha çoxu əldə edə bilərdim. Amma indi hal-hazırda da oxuduq ixtisas bəyənirəm, yəni onsuz da istədiyim ixtisasda oxuyuram. Amma həm valideynlərə də demək istəyirəm ki, yəni uşağın öz seçiminə buraxın da, yəni ona hər hansısa bir məcburiyyət eləməyin ki, filan qrupu seç. Onlar öz istəklərini seçsinlər. Buna aid ola bilər, 5-ci qrupda seçə bilərlər. Yəni ki, hal-hazırda Azərbaycanda bu sahələr inkişaf edir. Yəni rəsm sahəsi, sərgiləmə, dizayn, yəni dəyər verilir. Düzdür, biz qəbul olanda onlara çox dəyər verilmirdi və mən dizaynı seçmək istəyirdim, amma o dəyərsizliyi görüb həvəsdən düşmüşdüm və 1-ci qrupa yönəlmişdim. Amma indi də inkişaf etdirirəm, yəni o sahə, o tərəfini də inkişaf etdirirəm ki, yəni içimdə o arzunu reallaşdırım. Əla, süper. Ümumi olaraq nəsə demək istəyirsən hazırlaşanlara əlavə olaraq? Hazırlaşanlara ümumi olaraq da demək istəyirəm ki, yəni həqiqətən vaxtında oxuyun, yəni hər şeyi vaxtında öyrənin. Sonra artıq bir neçə ay qalanda ayılacaqsınız, bu artıq gec olacaq və böyük peşmançılıqdır.
Demək istədiyim odur ki, stresinizi yönəltin, idarə edin. Bunun üçün də çoxlu sınav imtahanlarına getmək lazımdır. Mən çox az imtahana getmişdim, yəni çox az iştirak etdiyim üçün bəlkə də mən birinci sınav imtahanında, yəni birinci blok imtahanında daha doğrusu bu çətinlik yaratdı mənə. Amma çoxlu sınav imtahana getmək sizin həyəcanınızı idarə etməkdə çox köməkdir. Qatılıram. Bizim sizə deyəcəklərimiz bu qədərdir. Əlavə sualınız olsa aşağıda yaza bilərsiniz. Ümid edirik ki, video sizin üçün faydalı oldu. Nəzirə çox sağ ol gəldiyiniz üçün. Çox sağ olun.